Sabahınız xeyir olsun. Sabahınız xeyir olsun. Bizdə necəsiz, nə var, nə yox. Piroqmu 2 dənə sıçan var idi, yeyib. Səhər saat neçədə ay Allah? Saat 7-nin yarısı deyəsən. Bunu deyirəm beləncinə kəsim. İstəmirəm. Əriyi belə pis vəziyyətdə qoyum da. Bunu belə bir kəsim. Nəzin oyandı, dərsini oxusun. Ay, səhv elədim. Bunu kəsmək istəmirdim, kəsdim. Yox. Gününüz uğurlu olsun, bərəkətli olsun. İşləriniz yağ kimi getsin. Hər şey istədiyiniz kimi olsun. Dedim bu dəlmanı doğrayım. Qəşəng yığım bir dənə qaba. Piroqum da pis çıxmadı. Qəşəng çıxdı. Bir də üstünə mən darçın vurdum. Darçın qəşəng eləyir, ətirli eləyir. İndi qabları yer-bir eləyim. Günlərdəki toyuğu çıxartmalıyam. Toyuğu çıxardım. Deməli qızlar, toyuğu çıxardaq. Dünənlərdə hələ soğan eləmişdim. Su götürdüm. Toyuğu yadımdan çıxartdım, gecə çıxardım. Bax gör necədir? Qatıdır? Karitsa. Karitsa dökmüşəm də üstünə. Karitsa dadı verməlidir də. Dünənləri üstəlik də ki soğan elədim. Prosta mən bunu böləcəkdim. Bu soğan mənə bilsiz necə əlimdən tutur. Da, bilmirəm. Yəni dəmliyəyə də indi. Tamatı da elə bir ki atmışdı. Oğluma demişdim ki gətir. Elə gətirdi, qaynatdım. Qoydum bax belə marazinkaya. Allah, hər şeyin çarəsi var. Yetər ki insan istəsin. Çörəyə də bir dənə baxaq. O da bir də pişməyində olsun. 20 dəqiqəsi hardasa var. Qoy bu da pişsin. Burada məndə dünəndən limonlu su qalmışdı. Limonlu suyunu içeyim. Sonra detoks suyu hazırlayayım. Bu günlər detoks günümüzdür qızlarla. Bu günləri ancaq mən bu günləri yumurta yiyəcəm. Süt dondurucuda da çıxartmamışam sütü. Qatıqdakı soyuqdur, xurmam yoxdur. Qaldı bir dənə rahat yumurtam var, yumurta eləyib yiyərəm. Bir də qızlar, nə deyəcəkdim? Siz bilirsiniz ki, mən marafon keçirdirəm də. Və mən dietolog deyiləm. Mən sadəcə olaraq necə arıqlamışam, hansı üsulla arıqlamışam, hansı menyularla arıqlamışam, onları sizə göstərirəm, qızlara deyirəm, menyuları atıram. Və o qızlar da ki, o menyu ilə gedirlər, qəşəngdə çəki atırlar. Doğrudan da çox gözəl çəkilər atıblar. Qarınlardan azad olurlar. Deyim ki, yəni qızların mənə deyildiyi sözləri deyirəm də sizə. Yəni, kimdə ki, üzündə çillər var idisə, bədəndə çillər varsa, çillər azalıb. Mənim özümdə ləkələr azalır. Siz necə arıqlayırlar? Yəni, üzləri qırışsın, üzləri belə pis olsun, yox da, belə sağlam arıqlayırlar. Gözəl dadlı onlara yeməklər paylaşıram da. Yəni, əgər kim istəyirsə, sırf YouTube'dan gələn izləyicilər üçün məndə endirim olacaq. Sadəcə olaraq sizdən xahişim olacaq ki, əgər marafona qoşulmaq istəyirsinizsə, sırf YouTube'dan gələn nömrə qoyacağım ora, link qoyacağım. Qoşulun ora.
linkdən qoşulan mənə deyin ki, bəs mən YouTube-dan gəlmişəm, sizə endirim eləyəcəm. Yəni sırf mənim izləyicilərim üçün mən endirim eləyəcəm. Və belə. Kim əgər istəyirsə, arıqlamaq istəyirsə, qəşəng qidalanmaq istəyirsə, yəni məndə reseptdə çox şeylər var da, yəni ki, bir həftənin içində məsələn, məndə aralıqlı oruç deyil, yox. Biz normal qidalanırıq. Qızlar heç ac qalmırlar. Hə. Sabahınız xeyir. Sabahınız xeyir. Aşkım. Ay sizi verene şükür. Sabahın xeyir. Hə. Çıxartmışam bunları. Keçən uçuşurlar. Qaralı be. Hı? Bunun köyünə bax, şu qaralı. Tüynləşib də. Düyünü qoyduğum qızları. Bu dəmi alsın. Burada da bastırma eləmişəm. Bu mahnılarla böyümüşəm qızlar, bu mahnılarla. Papam həmişə oxuyurdu. Toylarda bu mahnılar idi. Qızlar, siz inanırsınız ki ya, mən bu günləri indi ayağa qalxmışam. Bu gün diş həkiminə getməmişəm. Heç nə eləməmişəm. İndi gəldim ki, qabları yuyum. 1-2 dənə qab var. Onları hələ yumamışam. 1-2 dənə qazan var. Onları yuyum, əldən çıxsın. İnanırsınız, mən bu günləri güya ki, bu qazın arxasını siləcəkdim. Bu günləri mən bilməm, siz necə olmusunuz da, mən bu günləri belə elə bir ki, bütün günü yatmaq istəmişəm. Quşlar da indi başlayırlar cükküldəşməyə. Saat 6-da bunlar deməli başladılar, oyandı. Mən səhər 6-da oyandım. Sonra bunlara deməli quşlara yem verəndə ikisi çıxdı. Uçdular geçəncənə. Hə, sonra girdilər içəri. O birisini də çıxartdı, o birisi də çıxdı sonra qız. İnanırsınız, onlar çıxandan sonra girdilər içəri. Budur, səsləri gəlmədi. İnanırsınız, hər gün qışqıran, çığıran quşlardan səs-səmir gəlmirdi. İnanırsınız. İndi məsəl üçün cükküldəşirlər, çünki suyun səsini açdım. Başdalı görürsünüz, yüngülvari səs çıxardırlar. Deyir ki, ışığı söndür. Işığı söndür ki, biz yataq. İndi 1-2 dənə qab var orada. Bir də onları da yuyacağım,
Bu gün heç nə eləməmişəm, heç nə. Oğlum deyir ki, mama deyir, təkcə bu günləri sən elə deyilsən. Kimi soruşsun, hamısı bax eləncə o vəziyyətdədir. Elə yatmaq istəyirəm, özümü halsız hiss eləyirəm. Belə bilmirəm, heç həkimə də gedə bilmədim. Yaxşı ki, bu günləri dişim ağramayıb, üst-üzə sağlıq. Amma indi hiss eləyirəm ki, bayaqlar biraz yemək yedim. Hiss eləyirəm ki, ağramaq istəyir, başlamaq istəyir. Bax belənçinə. Da bugünlük daha getdi, bu günlər daha heç nə eləməyəcəm. İş orasında da ki, yeməyi pişirdim. Onun da son halını da yadımdan çıxartmışam. Çəkim sizinlə paylaşım da. Geçən bizdə xoşlayırlar onu. Özü bu dəfə mən toyuğun bastırmasının içinə nar şərab tökdüm. Mən bu nar şərabı heç bəyənmirəm də. Heç bax bunu bəyənmirəm. Bu plasmasdadır. Bir dəfə hansı firmaydı ay Allah. Onu almışdı. Bax o qəşəng idi. Bağdan idi yoxsa bağban idi. Haran idi yadımda deyil. İmində bunda elə bir ki belə interesli belə prifkus var bunda. Belə qəribə bir dənə dad var. Elə bir ki ətir kimi dad verir. Belə heç bəyənmirəm. Bilməm mənə elə gəlir. Çünki hamı yeyir, hamının da xoşuna gəlir. Mən bunu nəsə bəyənmirəm. Gedim mən qabları yuyum. Onu da çəkməyəcəm. Qabı yuyum. Buranı yığışdırım. Sonra da sizinlə sağollaşım mən. Bugünün videosunu beləcə tamamlayaq. Nə pul da silə bilməmişəm. Heç nəyə 0-0. Amma patolog yaxşı oldu. Təmiz oldu. Əslində buranın lüstru, buranı görürsünüz, belədir lüstru. Buranın lüstru var idi. Uşaqların otağındaydım. Əvvəl uşaqların otağında, gəlin danışım da sizə. Uşaqların otağı əvvəl divan otağı idi. Onda uşaqlar körpə idi, balacaydı. Hamımız bir otaqda yatırdıq da. Qapını bağlayırdım. Balkon da ara, uşaqların otağıyla yataq otağının arası balkonu açıq idi da. Oradan keçib gedirdik. Qapı kimi istifadə edirdik. Amma buranın qapısını bağlı saxlamışdıq. Orada oğlumun kravatı idi, sonra qızımın kravatı idi. Hamımız orada yatırdıq. Oturmuşduq bir gün. Oğlum balacə idi elə. Divanda oturmuşuq. Televizora baxırıq. Mən də oğlumu yedizdirirəm. Oğlumu çağırdım ki, gəl bura, gəl yemək verim sənə. İlahi. Onu çağırdım qabağıma. Gəl, qaçdı yanıma. O qaçın lepka nətər düşdüsə yerə. O lüstrun altında şey olur, lepka olur, yekə ağır. O nətər düşdüsə, lüstrda sallandı, düşdü aşağı, çöktü belə aşağı, sallandı da. Onu məsələn indi də görsəz ki, orada şeydə lepka zad yoxdur da, ancaq şpaklovkalanıb. İnan Allah saxladı, Allah saxladı. Mən onu çağırmasaydım, o lepka Allah uzaq eləsin uşağın başına düşəcəkdi. Düz elə lüstrun altında dayanmışdı. Dedim ki, ay Nicat, gəl yanıma. Nicat, gəl yanıma, gəl yeməyi verim sənə. Qaça-qaça gəldi. Lepkada düşdü. Sonra o lüstru pis günə düşdü də. Lüstru da çıxartdı. Kuxunanın lüstrunu apardı. Yoldaşım ora qoydu hələlik. Bundan da bir dənəsi var idi. Elə taxdıq elə. O taxın elə qalıb elə burada. Bax belənçinə. Sonra heç yadımdan çıxmaz. Nicat balacadır. O vaxtlardakı uşaqların paltaları qış idi da, qurumurdu. O vaxt kombinə gəzirdi. Atablinin fəri yox idi. Peç yandırırdıq da, otaqlar qızsın. Qaz burada yandırırdım, dəmiri yandırırdım, isti olurdu. Onda tuxovkada açılırdı bu. Qoşurdum, şey elirdi, isinirdi, kuxuna isinirdi, otaqları keçirdi də. İndi mən də, indi cavanam da, ad nədir onun? Bilmədim, Nicatın koftası idi, nə idisə, paltarları sərdi, paltarları çıxartdım, astım, elə bir ki, belənçə buradan hardansa taxdım ki, qazın üstündəki tez qurusun uşağın paltar, koftası, ya maykası idi, nə idi.
Bir də görürəm ki, uşaq dayanıb burada, qazın qabağında belə eləyir, üfürür, söndürür. Sən demə, ya alışıb yanır o. Uşaq da dayanıb üfürür, belə eləyir də. Gəldim, gördüm, hələ təzə-təzə başlayır da yanmağa. Ondan sonra da ora heç nə qoymadım. Adamın qəndəm həmişə bir dənə söz deyir ki, iş olanda iş bir dəfə olur. Heç ondan sonra da ora qoymadım. Sonra burada iplər taxırdım, beləcə ip taxırdım ki, paltarları sərirdim qışda. Ay Allah. Onda kombizat heç nə yox. Vaxt heç nə yox idi. İndi böyüyüblər, maşallah uşaqlar böyüyüblər. Baxırsan ki, deyirəm ki, hərdən oğlumla küçədə gedəndə deyirəm ki, yadındadır. Qaça-qaça qabağımdan qaça-qaça gedirdim, baxırdın. Əl-ələ tuturdun. İndi əlimdən tutanda deyir ki, yo, tutma məni. Tutma. Utanır, nədirsə. Sizi bilmirəm. Mən məsəl üçün uşaqlarla gedəndə mənim gözümə onların uşaqlıq, körpəlik illəri gəlir. Necə onlar balacadılar, yanımda gedirlər. Onlara baxanda sanki elə bir ki, körpə 5 yaşında, 4 yaşında, 3 yaşında uşaq görürəm mən. Bilmirəm nədirsə. Məndə bax odur. İndi baxırsan ki, məsəl üçün oğlum artıq demək olar ki, 20 yaşı var da, 20 olacaq ayda. Baxırsan ki, böyüyüb belə, tamam. Amma baxıram ona, elə bilirəm ki, balaca uşaq gəlir yanıma. 5 yaşında uşaq. Elə bir ki, onun klonu. Bilmirəm, sizə necə izah eləyim. Çox qəribə hisslərdir. Nə bilim, çox danışdım elə belə. Çox danışdım. Ürəyimi boşaltdım biraz. Gedim mən qabları yum. Deyə qızlar, bura bu vəziyyətdədir. 1-2 dənə qazan var. Bunu da buradan götürüm. Buralara yığışdırım. Sakitəm, sakit. Buralara bir dənə yığışdım, çözəkləyib qaydacam. Voila, təmizlədim. Kəş belə olardı. Bir dənə barmağımızla belə eləyib təmiz olardı. Qazanı qoydum, qaynasın. Bir dənə bunu da çayında doldurum. Gördünüz, təmiz olanda tamam başqa cür görsənir buralar. Yəni çözəklik olmayanda da, mənim evdə də ki, çox vaxtı çözək olur. Bir də qızlar, sizin hər birinizə quzu kəsərəm. Hər birinizə çox sağ olun. Gözəl sözləriniz üçün. O qədər gözəl şeylər yazırsınız ki, siz təsəvvür eləyə bilmirsiniz. Başqa qızları deyə bilmərəm, amma şəxsən öz adımdan deyim ki, insanı o qədər ruhunu işləyirsiniz. Məsələn, siz bilmirsiniz də, bəlkə mənim məsəl üçün depressiyam var, amma siz o qədər gözəl sözlər yazırsınız ki, adamı o qədər nastroyenisini, keyfini, əhval-ruhiyyəsini qaldırırsınız ki, Allah sizi var eləsin. Nə yaxşı ki, yenə deyirəm, həmişə bu sözü demişəm, həmişə də deyəcəm. Nə yaxşı ki, vlog başlamışam çəkməyə. Demək olar ki, 5 il bundan qabaq da başlamışam video çəkməyə. Əvvəl biş-düşlə eləmişəm. Daha sonra keçmişəm 1 il biş-düş çəkmişəm. Yəni bişirmişəm, paylaşmışam. Vlog olmayıb. Ondan sonra başlamışam vlog çəkməyə də. Demək olar ki, 5 nəfər vlog çəkən var idisə, təzə-təzə. Biri də ki, mən idim onların içərisində. Nə yaxşı ki, başlamışam. Hər birinizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun qızlar, var olun. Çayı da dolduraq, qoyum qaynasın. Bu da qaynayar, bunu da yuyaram. Vəssalam. Quşların da üstünü açdım, görürsünüz, sakitdirlər. Bir dəfə çıxartdım, özləri çıxdılar, uçdular biraz. Sonra da ki, saldıq. Görürsünüz. Günə bunlar da bütün günü yatıblar. Buralarda çalışıram, bax, beləncə səliqəli saxlayayım. Çox şey çalışıram, çox şeylər qoymayayım. Çox şey qoymayanda belə səliqəli görsənir də. Çalışıram, şkafın altına gizlədim. O da ki, basırıq da ora. Oranı açsam qorxarsınız.
Baxın, necə varam, valla billah. Baxın, necə varam, həyatda necə varamsa eləyəm. Qızlar da vlog nə idi? WhatsAppda da, yəni qızlar mənlə danışırlardı. Bax, orada necəyəmsə, burada da eləyəm. Yəni mən durum orada tam başqa cür olum, sonra burada biraz rəsmi danışım. Yox, yox. Mən bax buyam. Nə görürsə, mən belə bu halımla siz mənə barda da belə görəcəksiniz. Evdə də görəcəksiniz, başqa bir yerdə də görəcəksiniz. Belə, bunu da doldu. İşte bu da doldu da. Bunu qoyum qaynasın. Vəssalam. Sizlə mən sağollaşım. Görüm, da bu günlər elə bir video çəkə bilmədim. Ancaq günümüz biz xanımların günü, evdar xanımların günü harda keçir? Kuxunada, mətbəxdə. Belə. Hər birinizi öpürəm qızlar. Özünüzə yaxşı baxın. Özünüzə əmanət olun. Düz dedim də. Özünüzə müğayət olun. Allah amanında olun. Gecəniz xeyrə qalsın. İnşallah sabahları başlayaram video çəkməyə. Bir dənə buraları kuxnaya. Kuxnanı bir dənə tamamlayıb qutara bilmirəm. Bir dənə buranı da təmizləyək, bitirək kuxnanı. Kuxnanındakı lentini bağlayacağım axırda. Öpürəm sizi qızlar. Gecəniz xeyrə qalsın. Özünüzə yaxşı baxın. Hələlik.